Hər kəsə salam və kanalıma xoş gəlmisiniz. Nəhayət ki, mən sizi üçün video çəkməyə başlayıram. Həftə sonu hamı evdə idi deyəm və başım qarışmışdı. Evin remontu, evin təmizlik işi, hamısı bir-birinə qarışdı. Həm də ki, hamı evdə olanda video montaj edə bilmirəm, səs-küylü olur və ona görə həm də özüm ailə ilə birlikdə istirahət eləyirdim. İndi isə nəhayət ki, vaxt tapdım. Həftə başladı, iş həftəsi başladı və mən də işləməyə başlayayım. Gətirdim Leylini muzikaya. O orada məşğul olana qədər mən indi siz üçün video yığım, düzəldim. İnşallah ki, çatdıracağım. Mənim üçün ən hasant yemək kartoşka ilə toyuq qızartması duxovkada. Evdə həmişəki kimi o qədər iş var idi ki, mən istəmədim bir dənə yeməyin üstündə xeyli vaxt itirim. Fikirləşdim nə hazırlayım və ağlıma ancaq bu fikir gəldi. Tez toyuğu səhər duran kimi çıxartmışdım buzluqdan. Buzu açıldı, qəşəng onu doğradım, yudum. İstiyo, duz, hər bir şey nə lazımdırsa əlavə elədim və saxlamışdım ki, biraz hamısı bir-birinə qarışsın. Evdə təzə kartoşka var idi, onu təmizlədim və qəşəng yudum, qurutdum və belə doğrayıram toyuğun üzərinə. Ancaq duz əlavə eləyəcəm, başqa ədviyyatlar əlavə eləməyəcəm, çünki toyuqdan onsuz da ona keçəcək. Baxdım ki, məndə kök xarab olmağa başlayır, onları da hamısını nə qədər ki var idi təmizlədim, onu da xırda doğrayıb bura əlavə eləyəcəm. Əslində mənim uşaqlarım xoşlamır kökü pişmiş halda. Amma mən yoldaşımla yeyəcəm, uşaqlar əlbəttə ki, yeməyəcəklər. Bugün mənim çoxlu işim var. Hamam tualeti təmizləmək istəyirəm. Əslində hamam tualeti hər gün təmizləyirəm. Sadəcə biri var ki, elə belə yüngülvari əski ilə keçəsən, tozunu alasan və əgər harasa yaş olubsa oranı təmizləyəsən. Biri də var ki, belə qəşən domestosla hər tərəfi belə parıldadasan. Bugün elə həmən gün idi ki, hamam tualeti domestosla qəşən təmizləmək vaxtı idi. Kadr arxası pitik xalçaları çıxartmışdım və balkonda asmışam ki, biraz havalansın. Hava çox qəşəng idi, yaxşı gün çıxmışdı və dedim qoy biraz havalansın, sonra isə vaxt eləyim, gedim onu qəşəng vanişla, şotka ilə təmizləyəcəm və quruyandan sonra evə sərəcəm. Krem sif çox xoşlayıram. Həm iyisi, həm necə təmizləyir, öz işini çox əla eləyir və hamam tualeti təmizləyəndən sonra öz arxasıca çox qəşəng qoxu saxlayır. Mən onu elə də çox tökmürəm, bir damcı tökürəm, özünüz gördünüzdə. Az tökürəm və xeyli köpük çıxır və qəşəng tərtəmiz təmizləyir, parıldadır və çox qəşəng də iyisi var onun. Mən onu həmişə limonlu alıram. Rakovinanı siflə təmizlədim, unitazı isə unitaz təmizləmək üçün belə bir məhsul almışdım, onunla təmizləyəcəm. Bir də ki, bu şkafın içini təmizləyəcəm. Orada məndə üz yumaq üçün gellər var, sonra üz üçün kremlər, belə şeylər hamısını burada saxlayıram. Onu səliqəyə salmalıyam, bu şkafı. Hansı ki, qutarıbsa onları götürüb atmalıyam. Hansı ki, qutarmayıbsa qabağa çəkim ki, bunu birinci istifadə edeyim ki, tez bitsin və atım. Bir də ki, əl üzümüzü yuyanda oradan şotka götürürük, üz yumaq üçün belə şotkalar, sponjikları götürürük, tez-tez istifadə edirik və belə sразу üstünə atırıq. Yəni belə səliqəli qoymuruq, çünki biz həmişə ailəlikcə harasa tələsirik və ona görə oranı da səliqəyə salım, hər bir şeyini öz yerinə qoyun. Əvvəl fikirləşirdim ki, moydadır olsa əgər, onun içinə hər bir şeyi yerləşdirəcəm, hətta mənim üçün yer qalacaq, amma elə deyil. Nə qədər ki, böyük şkaf olur, o qədər də mənə azdıq eləyir və həmişə yer çatmır.
Tualetdə işim bitdi, keçirəm hamam tərəfə. Oranı da qəşəng şotka ilə təmizləyirəm. Düzdür, hamısını sizə çəkməmişəm. Xeyli kadrlarım silmişəm, çünki özüm düşürəm. Bir də ki, əgər mən özümü göstərsəm, onda mənim videom yəqin ki 1 saatdan çox olacaq, lap türk seriallara oxşayacaq. Hamam tualeti qəşəng təmizləyim, şotkalıyım, divarları da hamısını damestasına keçəcəm və sonra isə buradan rahat çıxacağam. Mənim işim bitdi, oldu belə tərtəmiz, hər yer parıldayır, hətta ki qəşəng təravətli olur. Hər yer belə. Dəsmalı dəyişdim. Bir dənə qaldı güzgünü silmək, o da ki sizsiz eləyəcəm. Tez bazar onu da silim və salam. Bir də hamamda da təmizlik elədim. Burada oldu tərtəmiz, duşunu da təmizlədim. Bu şüşələri də hamısını sildim, qupquru elədim və hətta bunu quruyana qədər bir nəfərin yadına düşdü ki, bugün hamam günüdür onun və belə təzədən buranı yaş eləyəcək. Bizdə həmişə belədir. Buranı qupquru eləyəndə həmişə həmən günü kiməsə çinmək lazım olur. Eyb yox, heç nə olmaz. Sonra yenə də silərik. Burada da güzgü qaldı. Bu güzgünü də siləcəm. Все oldu buradan tərtəmiz. Hamam tualeti göstərəndə həmişə mənə yazırlar ki, sizdə 2 dənədir hamam tualet. Bəli, bizdə 2 dənədir. Bura hamamdır, ora isə sanuzel tualetdir. 2 dənədir. Belə yan-yana. İmkan olsa, əgər evimiz biraz böyük olsaydı 3 dənə eləyərdim, amma çox heyif ki, evimiz elə də böyük deyil deyə. Ona görə 2 dənədir. Əlbəttə ki, aşağıda da olacaq bizdə, həm birinci mərtəbədə, həm çöldə. Görək, bəlkə birinci mərtəbədə 2 dənə elədik sanuzel, çöldə isə 1 dənə. Bu çox rahatdır. Mənə elə gəlir ki, bu ən vacibli bir şeydir. Bizdə hətta elə 2 dənə sanuzel olsa da belə, elə arada elə olur ki, növbədə dururuq, gözləyirik. Çünki 2 dənə məncə azdır. Bayaq dediyim kimi xalçaları çıxartmışdım çölə. Kadr arxası vanişin üstündən şotka ilə qəşəng keçdim. Onlar quruyana kimi buranı da əllə qəşəng pulları silim. Sonra isə xalçaları gətirib yerinə sərəcəm. Özüm isə yoldaşımla birlikdə gedəcəyik bazarlıq eləməyə. Evdə bütün produktlar, ərzaqlar hamısı qutardı. Gedək biraz bazarlıq eləyək, aylıq bazarlıq eləyəcəyik və sizə çek göstərmək istəyirəm nə qədər biz bu xərcləyəcəyik bugün. Здорово. Bir aylıq evə bazarlıq elədik və gəlin sizə göstərim nələr almışıq. Axırda sizə deyəcəm nə qədər pul xərclədik. Murad sizə çek göstərir. Görün necə də uzun çekimiz var. Siz isə rəylərdə yazın.
Sizcə bu qədər ərzaqa nə qədər pul vermişik? Siz yazın rəylərdə, videonun sonunda sizə deyəcəm nə qədər xərclədik. Gəlin birinci bu uşaqlara aidiyyəti olan bu abur-cubur deyirsiniz. Mənə yazırsınız abur-cubur. Bu abur-cuburu bir dənə birinci göstərim. Uşaqlar götürsün. Çünki bunlar bunu yerləşdirmək istəyirlər öz şkafına. Uşaqlara belə kukuruz götürdük. Bu qəşəng kukuruzdur. Şirindir. Mr. Corn. Qiyməti 1 manata idi. Özdə bu arada sizə deyim, şeyə getmişdik. Biz Qayalıya. Yazırsınız, mənə deyirsiniz Qayalıya get. Ora yaxşıdır, ucuzdur. Hə, ora ucuzdur, amma bizdən çox uzaqdır. Və sadəcə yolumuz düşmüşdü o tərəflərə. Ona görə getdik. Yoxsa belə hər ay o tərəflərə biz getmirik. Bazarlıq eləmək üçün. Belə qarğıdalı çubuqları 1 manata idi qiyməti. Ceyrançıq göstərir belə, nədir bu? Cheetos'ın, как называется? Çipsi. Çipsi kimin bir şey? Niyə? Qız üçün. Qız üçün, oğlan üçün var idi orada. Ona heç fikir verməmişdim. Ayda bir dəfə biz uşaqlara icazə veririk belə ne polezny olan produktları almağa ayda bircə dəfə icazə veririk. Amma belə ay ərzində uşaqlar istədilər, biz almırıq. Ona görə qabaqçadan sizə deyirəm ki, mənə yazmayın ki, uşaqlara bu qədər almışsınız. Bir günün içində onlar yemirlər, bilirlər ki, ayda bir dəfə alırıq və onlar uzada yeyirlər. Yəni 1-2 günə bunu qutarmırlar. Sonra Murad bunu zakaz eləmişdi. Bunu da uşaqlar zakaz eləmişdi. Sonra belə bu da kukuruz sayılır da. Ketçuplu kukuruz. Bunu birinci dəfədə görmüşdüm. Yəqin ki, qəşəng yollarda. Sonra belə çipsi. Makiyev çipsi birinci dəfə görürəm. Çox maraqlı gəldi. Məncə yaxşı olacaq. Çünki Makiyeva aidiyyəti olan bütün ərzaq nə varsa çox dadlı çıxır. Yaxşı, keyfiyyətli olur. Görək bu çipsi necə olacaq. Bir də belə çipsidir. Nəysə, bunları qoyun bura, uşaqlar gəlsinlər, aparsınlar. Murad, idi vəzmi. Sonra belə ozma götürdük 3 dənə uşaqlara. Belə pryanik götürdük. Et тоже забери, да. Bunları götürün. Pryanik götürdük. Yoldaşım buna pryanik demir, buna qurtlu qalet deyir. Pryanik götürdük. Sonra bu böyük qızım zakaz eləmişdi. O belə porisli şokolada çox xoş deyir. Ağ şokolad götürdük ona. Cirençik bunları götürdüm. Və buradan gəlin başlayaq. Burada oje ərzaqlar gedir. Belə bantik götürmüşəm. Ceyran zakazıdır bu. Ceyranın bantik. Savelli firmasındandır. 2 manat 58 qəpiyə. Yox, 2 manat 82 qəpiyə kilosu. Mən 1 kilo götürdüm. Belə. Burada da bantikdir. Sonra belə karandaş formasında almışıq 1 kilo. Bu şeydir, Savelli deyil, bu Tannellidir. Kilosu 78 qəpiyədir. Çox qəşəng qiymətlidir. Çox ucuzdur. Bu dəfə mən 5 kiloluq bir dəfəlik almadım. Kilo aldıq. Başqa makaron. Çünki Ceyran belə zakaz elədi. Dedi, hamısı eyni olmasın. Başqa makaron al ki, maraqlı olsun bunlara yeməyə. Sonra belə bu tüklü vermişel sayılır da deyəsə. Belə vermişel götürdüm. Bunu supa qatıram ya da ki aş zat hazırlayanda bunu ora əlavə eləyirəm. Qəşəng olur onda. Qızardıb qoyuram. Hazır qızardılmışı da var idi. Amma mən götürmədim. Beləsi götürdüm. Kilosu 78 qəpiyədir. Çox ucuzdur. Burada bizdə 1 manat 50 qəpiyə idi deyəsə. Mən o dəfə almışdım. Sonra Savellinin spagetini götürdüm. Kilosu 2 manat 85 qəpiyə. Bu yaxşı çıxmalıdır. Yapışmamalıdır. Sonra yenə də təkrar spiral götürdük. Bu da Ceyranın zakazı idi. Çünki keçən dəfə spiral götürmüşdüm, amma 5 kiloluq götürdüm. Uşaqların çox xoşuna gəldi. Bir də bu spiral elə bir ki daha yüngüldür. Nəinki bu karandaş formasında olan makaron. Sonra Makiyev çili götürdük uşaqlara. Bu səhər uşaqlara məktəbə çörək arası zat hazırlayanda onda istifadə edirik bunu. Sonra
mərci, qırmızı mərci. Bizdə qara mərci, yaşıl mərci heç yeyilmir. Bir-iki dəfə almışdım, sınadım, baxdım ki, heç kim yemir. Ona görə də ancaq qırmızı mərci alırıq. Kilosu 1 manat 69 qəpiyədir. Çox qəşəng ucuzdur. Bizdə burada 2 manat 50 qəpiyədir. Sonra birində götürdüm, 2 kilo götürmüşəm. Çünki uşaqlar spagetti çox xoşlayırlar. Şəkər 1 manat 37 qəpiyədir. Bizdə burada səhv etmirəmsə 1 manat 65 qəpiyədir şəkər. Orada isə 1 manat 37 qəpiyə. Görətə ki, yaxşı çıxsın. Bəzi şəkər ucuz burada satanda alıb baxıram, görürəm ki, heç şirinliyi heç yoxdur da. Yalandan pul tökürük ona. Ondan sonra lütfü bahalı alaq. Amma bu görək də orada ancaq bir cür olmuşdu. Görək bu yaxşıdırsa gələn dəfə çox götürəcəm. Qreçka, qarabaşaq 1 manat 15 qəpiyə kilosu. Burada 2 kilo yarım почти. Niyə 2 kilo? Sonra slabada smetanı görəndə həmişə alıram. Çünki bu çox qəşəng mayonezdir. Biz tərəflərdə yoxdur. Çünki bu deyəsə ancaq Bravoda satılır. Ona görə mən başqa mayonez götürürəm. Çünki bizdə Bravo yoxdur burada. Amma orada Qayalıda var idi. Smetanı çox qəşəngdir. Mən götürdüm. Sonra noxud götürmüşəm. Burada yarım kilodur. Əslində xırda noxud istəyirdim. Xırda noxud bişəndə iri olur. Amma bu iri noxuddur. Bu bişəndə lap iri olacaq da. Bu iri noxuddan almıram. Çünki lap iridir. Elə də xoşlamırıq. Amma o verdi. Buna fikir verməmişdim. İndi bura düzəndə gördüm ki, mənə iri noxud verdi. Bu biraz bahadır. Xırda noxud 2 manat 50 qəpiyədir. Yoxsa 2 manat 70 qəpiyə. Bu 4 manat 69 qəpiyə. Buna heç fikir verməmişdim. Eyb yox, olsun bu dəfə belə. Zquşyonu süd götürdüm. Bu zquşyonu keçən dəfə mənə başa salmışdılar ki, alanda üstündə rastительный produkt yazılmasın. Добавкой растительного продукта olmasın. Bu olanda deməli bunun içində palma yağı iləndir. Oxudum, hər tərəfli oxudum. Belə bir şey yazı yox idi burada. Dedilər ki, zquşyonka с сахаром həmişə alanda belə yazılı olanda al. Rastительный produkt yazılanda alma. Və mən oxudum, burada sastavda belə bir şey yazılmamışdı. Məncə bu yaxşıdır. Yenə də kimin başı çıxırsa yazın, mən də bilim də. Gələn dəfə ona da fikir verim. Sonra belə damla şokolad götürdüm. Bunları mən tort ləvazimatlar satılan dükanda alıram. Amma orada ucuz idi deyə 7 manat 70 qəpiyə idi kilosu. Mən də 2 manatlıq götürmüşəm. Bu uşaqlara keks hazırlayanda ya da misal üçün keksin üstünə şokolad əridirəm. Bunu əridirəm və tökürəm üstünə. Belə istifadə edirəm. Götürdüm. Sonra smetanı götürmüşəm. Milla smetanı çox qəşəngdir. 20%, 15%, 25% belə hamısı yaxşıdır. Qəşəng yağlıdır. Bunu götürdüm. Maş götürdüm. Kimsə buna maş deyir. Bəzilər buna qara göz deyir. Nə bilim, bunun düzgün adı nədir? Mən buna maş deyirəm. Aldım yarım kilo. Çünki mənə bəs eləyəcək. Xeyli gedir. Bunu ancaq aşağı istifadə eləyirəm. Onu da indi suya qoyacağım. Şişsin. Sonra qaynadacağım və buzluqda saxlayacağım. Mənə belə rahatdır. Hazır pişmiş olanda onda yeməyim tez hazır olur. Belə. Bunu bir də qaroxla bir yerdə ikisini istaxda saxlayacağım və sonra pişirəcəm. Özümə belə yaşıl çay götürdüm tez. Qarışıqdır bu şeylə, çiyələklə. Bir də ağ şaftalı. Qəşəngdir bu çay. Bir də 2 dənə kərə yağı götürdüm, Belaruska. Mən Bela Korova götürmüşdüm. Amma sonra onun srokuna baxdım və sroku az qalmışdı. Bitməmişdi, amma az qalmışdı deyə. Bilirəm ki, belə sroku az qalanda biraz acılığı var yağda. Ona görə baxıram ki, mütləq sroku yaxşı olsun. Uzun müddətli olsun ki, onda yağ dadlı olur. Belə Belaruska götürmüşəm 2 dənə səhər yeməyə, sonra yeməyə qatıram. Misal üçün yeməyə pişirirəm, uşaqlara səhər yumurta qızardıram. Bu yağı əlavə eləyirəm. Qəşəng yağdır bu, mən bunu çox bəyənirəm. 2 dənə götürmüşəm, 2 kilo.
Belə. Burada oje göstərmişdim deyəsə hər şey. Qatıq götürdük. Balon. Mən həmişə balon götürürəm, çünki bu ancaq bu bizə bəs eləyir. Balaca banka alanda həmən dəqiqə yoxa çıxır. Sonra 4 dənə belə diş fırçası aldım. Hələ orada məndə 2 dənə zapasda var. Ona görə 4 dənə götürmüşəm. Üstündə belə qapaqlı olanda yaxşı olur. Misal üçün harasa gedəndə mamam gilə gedirik ya nə bilim harasa gedib qalanda şotkanı həmişə özümüzlə götürürük və qapaqlı olanda üstünü bağlayırsan ki, mikrob zad düşməsin. Çox qəşəngdir bunlar. Bunu da hələ ki dəyişməyəcəm, çünki biz təzəlikcə dəyişmişik. Ona görə bunu qoyacağam şkafa, zapasa. Xoşlayıram belə şeylər zapasda olanda. Rahat oluram. Sonra duru yağ götürdüm. Bu yağla deməli mən neynirəm? Qızardıram. Səhər grenki hazırlayanda ya kotlet qızardanda bu yağla qızardıram. Burada deyəsə hər şey sizə göstərdim. Bir də bizim evimizin kişisi özünə belə iqruşkalar aldı. Sizə göstərim. Bu iqruşkalardan onda çoxdur. Aşağıda lap çoxdur. Amma ona azdır da. O adi uşaqlarda misal üçün nə qədər maşın iqruşkası var, o da doymur. Yenə istəyir. İndi bizim kişi də belədir də. O qədər bunda belə şeylər var, amma bu deyir ki, məndə yoxdur və yenə getdi özünə aldı. Bu atvertkadan bəlkə də onda 10 dənədir, bu da 11-cidir. 100% mən bilirəm. Sonra belə atvertka götürdü, dedi bu fərqlidir. Bu onun kimi deyil, amma eyni şeydir də. Nəysə olsun. Sonra belə bir dəmir götürdü. Bu dəmir bilmirəm nədir, karandaşa oxşayır. Deyəsi demişdi ki, bundan kafel kəsirlər. Hə. Axı o ustadır bizdə kafel kəsici bu yaxınlarda ona görə. Sonra belə bir qızıl nə bilim ox kimi bir şey. Bundan onda 3-4 dənə var. Yadımdadır ki, bundan özünə almışdı. Bəlkə də heç istifadə eləmədi. Belə korobkanın içində səliqəli durur. Bizim uşağa lazımdır. Ona görə 2 dənə aldım. Mən elə bildim bunlar eynidir. Amma eyni deyil. Biri 8-dir, biri 6-dır. Nə bilim nədir bu. Nəysə biz bilmirik, amma bizim uşaq bilir. Sonra belə 2 dənə karandaş aldı özünə. Bu şeydə usta üçün karandaşlardır. Özü belə burada üstündə xatkeş də var. Bu da özünü belə bunlarla sevindirir. Sonra keçdik bura. Burada deməli bizdə belə diş pastası var. Bir üstəgəl bir. Burada 2 dənədir. Bundan almışdım mən. Hələ biz tərəfdə Aptavoyda bunu 6 manat almışdım. Amma orada 5 manat 50 qəpiyə idi. Dəqiq yadımdadır. Biri 2 manat 75 qəpiyə düşür. Endirimdə də elə bil. Sonra as götürdüm. Bu as necə istifadə edirəm? Misal üçün kuxna stol üstü silən əski, sonra pol silən əski, hamam tualeti silən əskiləri bunda istaxda saxlayıram. Çox qəşəng təmizləyir, həm də ki, iysi zad olursa əgər iyisini də aparır. Çox qəşəng bir şeydir. Düzdür, su kimidir, başqa cür onu istifadə eləyə bilmirəm, çünki su kimidir də tez gedir. Amma o əskiləri yuyanda bir damcı əlavə eləyirəm qabın içinə. Su ilə qarışdırıram, onda bəs eləyir də ona. Bir də arada mətbəx dəsmalları qaynadıram, ora əlavə eləyirəm bunu. Sonra feyri götürdük. Feyri məndə var idi, amma bunu götürdük zapasa. Qoy olsun. Sonra belə şampun götürdük. Restorix. Qəşəngdir bu. Bir də özümə belə kraska götürmüşəm. Şampun kraska. Məndə əslində hələ bitmədi. Hələ var. Yarısından bəlkə də biraz çoxdur. Çünki belə götürürəm. Qab ağırdır. Götürdüm ki, zapas olsun. Həm də ki, endirimdə olmuşdu 5 manata. Burada bu yaxınlarda mamama almışdım. 8 marta almışdım bu şampun kraskadan. Amma mamaya qara rəngdə almışdım. 9 manata idi qiyməti. Amma orada 5 manata götürdüm. Dedim, qoy olsun. Onsuz da bunun sroku da yaxşıdır. Baxmışam və ona görə qoy dursun evdə. Lazım olacaq. Belə domestos götürdük. Birinci dəfədə belə götürürəm. 3 litr 200 qram. Böyükdür, düzdür, bilmirəm bunu necə istifadə eləyəcəm. Domestosun öz qabına töksəm əgər, orada onun ağzı var belə. Nazikdir də, bilmirəm oradan çıxır, yoxsa çıxmır. Necə tökəcəm ora bilmirəm. Amma
Bu orijinala oxşayır. Oxudum, hər tərəfli, hər yerdə türk dilində yazılıb, orijinala oxşayır. Belə götürdüm. Qiyməti də yaxşı idi, ucuz idi. Bir də burada un qaldı. Bir də un götürdük 5 kilo. Carmen unudur. İstədim birinci 10 kiloluq götürək. Sonra fikirləşdim ki, qabaqda yaydır, tez xarab olacaq. Elə də axır vaxtları tez-tez unla işləmirəm. Və ona görə dedim qoy 5 kilo olsun, məncə bəs eləyir. Carmen unu orada qiyməti kilosu 58 qəpiyyədir. Carmen özdə də 58 qəpik. Yaxşıdır, əladır. Burada biz Anadolu alırıq, o da yaxşı deyil də, keyfiyyətli deyil, 70 qəpiyə. Amma Carmen özü çox bahadır burada, deyəsə 90 qəpiyyədir. Mən isə 58 qəpiyə aldım kilosu. Belə, bu qədər. Əlavə bura başqa video davam eləməyəcəm, məncə bəs eləyər. Artıq 16 dəqiqədir danışıram. Və sizcə, bu da bizim çekimiz, uzun çek. Sizcə biz bu qədər ərzaqa nə qədər pul verdik? 170 manat pul vermişik buna və əlbəttə ki, bu bizə bütün bir aya bəs eləməyəcək. Burada hələ yumurta yoxdur, ət yoxdur, toyuq yoxdur. Hələ yenə də gedib bazarlıq eləməliyik. Amma hələ ki, bunu götürdük. Bu bir ayın bəzi ərzaqlar var, hansı ki bir ay ərzində qutarmayacaq. Hələ bəlkə də gələn aya da qalacaq. Bəziləri var, hansı ki bir həftədən sonra qutaracaq. Belə. Nəysə, əgər siz də mənlə birlikdə qənaət eləyirsinizsə, sizə də uğurlar olsun. Burada sizinlə sağollaşıram. Növbəti vlogda görüşərik. Hələlik.